Salam uşaqlar. Hər kəs salam uşaqlar, bu siz Loftox'da ilə videosunu çəkirik. Gördüyünüz kimi burada maşınımız, metallar var. İntihaz buna detal getmiş uşaqlar. İndi isə bunu bir dənə bombastik, bir dənə avtoş videonu qoyuruq. Gördüyünüz kimi 3 elin uşaqlar. Sarıya basın çıxın buradan. Sonra drive'a basın. İndi maşın budur. Çox bomba bir dənə oyun uşaqlar. Siz də oyunu yükləmək istəyirsinizsə Google-dən Avtostele 3.5.0 apk indir yazın. Gəlir uşaqlar. Bu yeni versiyondur. Köhnə versiyon daha yaxşıdır məncə. Burada gördüyünüz kimi maşın indi sizə için göstərdim. Bu şu an. Bu böyle arkası uşaqlar, üstündə də böyle şeyler var. Sonra yani böyle dönüm sizə indi də bu Molettinin 2 təkər ayardır. Mən tasdik maşını yaxşı sürə bilmədiyim üçün 2 təkər qaldıramıram çox vaxtlar belə. Amma belə qaldıra bilirəm. Bu bizim ilk maşınımız idi uşaqlar. Yəni çoxunu da sizə çox gözəl göstərdim. Gördüyünüz kimi. İndi isə can keçəyin öbürü danışamıram. Öbürü maşın. İndi isə uşaqlar öbürüsü maşınımız. Bu birinin Molettimizdir uşaqlar. Çox qəşəngdir. Gördüyünüz kimi sizə çoxunu göstərdim. Belə bu ışıqlar yanır. Sonra gördüyünüz kimi İndi isə uşaqlar buna baxın. Gördüyünüz kimi çox gözəl maşındır da. Marqatlamaq belə arxasında yanır, sönə də bilir. Baxın. İndi isə yəni iç məkanına keçək. Burada bir dənə gözəl bir Moletti, ondan bir dənə qəşəng drift atısı uşaqlar. Bu da iç məkan. Uşaqlar videoyu biraz az eləyəcəm. Onun üçün maşınları az çəkirəm. Siz də like atmayı unutmayın. Əgər mənim bir ada, yəni belə su içində bir daşın üstündə yarım saat durmamı istəyirsinizsə, bu videoya neçə like gəlsin, 100 like gəlsin. O videoyu da sizinlə birlikdə çəkəcəm. İndi isə keçək o bizim uşaqlar, indi isə keçdik sadə bir dənə 06-mıza. Çox gözəl da uşaqlar. Bir dənə belə qəşənglə dönük. Siz də likelayın, abunə atın. Dərslərinizi gözləyirəm. Keçək iç məkanına. İç məkanda belə uşaqlar oynayanlar bilər. Yəqin ki çoxunuz oynuyorsunuz. Belə yavaş gedək o qırmızı yerin qalanda saxlayaq, keçək digər maşınımıza. İndi isə keçək o bizim maşına. İndi isə uşaqlar keçdik bu bizim maşınımıza. Yəni gördüyünüz kimi yenə bir 06 Ukrayna nömrəsindən Elvin 06-sı. İndi isə keçək iç məkana. Bu da iç məkan uşaqlar. Bunun məkanını yaxşı yığmayıblar. Həm də şu anda fiyat rol. Bildiğiniz kimi. Aşağıda ya maşımızı aşırdıq. Oy əməlli qalxır ha. İndi isə keçək o bizim maşına uşaqlar, gözləyin. İndi isə uşaqlar Nivamız. Bu da taksi üstündə qalır. Bir dəqiqə bunun biz taksisini detallardan taksiyi çıxartdıq yəni. Save drive. Böyle sesine bile döngəyle uşaqlar. Bomba maşındır. Niva. Gözəl maşın. Keçək iç məkanına uşaqlar. İç məkanına, bunu da iç məkanına çox yaxşı oynayıb. Gördüyünüz kimi paxlava stollar. Kanalımın adı İS567. Girin, likelayın. İndi isə keçək digər maşına. İndi isə keçdik
Axırıncı maşınımıza uşaqlar xodlayaq. Lada Priora. Bu dəfə biraz səhv oldu. İç məkanını indi göstərəcəm. Sonra da çölü. Gördüyünüz kimi iç məkanı çox yaxşıdır. Yəni belə birinci var. Hoppala. Neysə çıxaq çölə. Belə fərqli çəkilişlər də var. Bunları da edə bilərsiniz. Yəni məsələn üçün üstdən çəkiliş, altdan çəkiliş belə bir şeylər. Yəni indi isə gəlin sizə maşının sonunu göstərim. Çox gözəldir uşaqlar. Belə bir siqnallar da var. Taso siqnalı qoymayacağım, özünüz yükləyəndə eləyərsiniz, səs çox çıxır. Wow, maşını haraya sürdük. Və uşaqlar, bu qədər videomuz burada qurtarır. Sağ salamat qalın. Sağ olun. Xeyirli, uğurlu olun.